Sizcə bu gördüyünüz yerlərin indiki vəziyyəti necədir? Çox yox, 40 il əvvələ baxırsınız bu dəqiqə. Əgər telefon istifadə edirsinizsə 80% ehtimalla Çində düzəlib. Əgər elektrikli maşın almısınızsa 60% ehtimalla Çində düzəlib. Yox, paltar almısınızsa 40% ehtimalla Çində tikilib. Əgər sosial media istifadə edirsinizsə 25% ehtimalla Çin mənşəlidir. Yox, əgər oyun oynayırsınızsa arxasında 45% ehtimalla Çin şirkəti var. Batareyaların 75%, günəş panellərinin 80%, bütün plastik məhsullarının 50% və saymadığım neçə dənə şey bu dəqiqə Çində düzəlir və illik 18 trilyon dollar qazanır. Sizcə bir gün Azərbaycan da bu vəziyyətə gələ bilər? Şərhdə qeyd edin. Videonu adından günorta duran dostunuza göndərin. Səhifədə bu cür maraqlı videolardan var. Follow eləməyi də unutmayın.